Bayram aşı dəmlənir. Bayram günü artıq başlayıb və artıq bir-bir evləri gəzirlər. Bizim konfetlərimizin bir hissəsi deməli buradadır. Digər konfetləri də hazırladığım xüsusi konfetləri də yanına düzmüşük. Burada düzümü göstərir. Suvara mübarək yazılıb. Bu təqdimatı daha çox kiçik yaşlı uşaqlar üçün hazırlamışam. Onlara belə sevimli görsənsin. Baxmayaraq ki, böyüklər də çox bəyənir. Onlara deyirəm inşallah sizə gələn dəfə. Bayram aşı açılır.